Bismillahirrahmanirrahim ve sallallahu ala seyyidina Muhammedin ve alihi tahirin. Er-Rahmanir-Rahim. Allah Kur'an-ı Kerim'de hem suresinde ve Bismillah'ta buyurur ki Allah mehribandır, daha da mehribandır. Bu Rahman ve Rahim eyni sıfatda, yani eyni kökten olan sözlerdir. Her ikisi Rahim sözünden alınır. Ve hem Bismillah'da hem suresinde gelinir, hem çok tekrarladığımız ayədə Bismillah ayəsidir. Çünki Bismillah Kur'an'da 114 dəfə gəlir. Maraqlı məsələdən biri budur ki, Rəhman buyururlar ki, Allah'ın ümumi sifətlərini alır. Ki, biz Rəcəb ayının duasında oxuyuruq ki, ilahi, sən o Allah sanki səni tanıyana və tanımayana da rüzi verirsən və rəhmət göstərirsən. Rəhm isə qiyamətdə sırf insanların əməlinə görə, Allah Təbarək və Teala o insanlara rəhm edir. Amma maraqlı cəhət budur ki, Allah Təbarək və Teala ümumi rəhmətin qəzəbindən qabaq dedi. Allah çox yox, qabaq dedi. Yəni bunun mənası budur ki, Allah Təbarək və Teala əslində hər şeyi rəhmət üzündə qurur. Hətta qəzəb deyilirsə, o qəzəb özü rəhmətdən doğar. Yəni buyurur ki, insan gərək nifrət diləsə bilmir, o nifrət rəhmətdən doğar. Bunun sadə misal var, bir həkim məsələn bir xəstəni, bax ola bilər bu xəstə həkimin öz övladı olsun. Əməliyyat aparsa əvvəl o xəstəliyin, o övladın sağlamlığına, ya o xəstənin sağlamlığına olan təsirin nəzərə alır. Görür ki, məsələn bu insanın sağlamlığı bir xəstənin ayağının kəsilməsindədir. Və nəticə etibarından başlayır bu xəstəyə, bu insana əziyyət edəməkdir. Çətin məsələdir, bir insanın ayağı kəsilsə, bunu yeriməkdən məhrum eləyəsən, ya ürəyin əməliyyat eləyəsən, nə qədər bunun əzab əziyyəti var. Amma çünki bunun əvvəlində rəhmət edir, yaşamaq istəyir, o əzab əziyyət rəhmətdən doğduğu üçün o həkimi narahat eləmir. Bilir ki, mən əziyyət eləsəm, sonda o əziyyətin nəticəsi bu insanın yaşamağıdır. O da Allah Təbarək və Teala da rəhməti bütün əziyyətlərindən qabaq deyir. Bu mənada ki, Allah Təbarək və Teala bu ülkədən cəhənnəm yaratmışam, pozitiv başlamağı üçün yaratmışam. İnsan əgər inadkar olmasa cəhənnəmin özü bir sıra insanlar ki, günahları yaxşılıqlarından çoxdur, amma yaxşılıqları da var. Bir müddət cəhənnəmdən yanından sonra qaydacaqlar beşdən. Odur ki, ümumi şəkildə bilən ki, Allahın rəhməti bütün işlərdən qabaqdır. Və biz də çalışalım ki, həyatda biz özümüzü ispat eləmək üçün ya başqa bir məqsədlər üçün insanlardan nifrət eləməyək. Bəlkə də nifrətimizin də səbəbi qarşı tərəfi uzaqlaşdırmaqdır, qarşı tərəfi pis adətlərdən uzaqlaşdırmaqdır. Amma təəssüf olsun ki, bəzən biz bu məsələləri qarışdırırıq. Məsələn, sadə bir misal deyim sizə, o bir yerdə ki, əyləşmişik, yolun qırağında, yolun kənarında birdən təsadüf olsa, hamı ora gedəcək. Orada o təsadüfə düşən insanları qurtarmaq üçün. Bu da təbiidir, insan bunu eləməlidir. Bizim insanlıq hissimiz var, hələ bu Allaha görə olsa ki, laf uzaq. Amma maraqlı cəhətdən bir mülkə özümüzün qabağında biri kasıbçılıqdan, aclıqdan, yallı eləməsin, narkomaniyadan məhv olursa ona dəstək olmuruq. Amma oradakı təsadüfə qaçırıq. Niyə? Diqqət eləmək lazım, bu birisilə daha da kömək lazımdır. Ona görə həmişə bilmək lazımdır ki, biz o rəhmət hissimizi heç vaxt boğmamalıyıq. Və əgər birdən Allah eləməsin, nifrət də olsa, gələk o da bizdə rəhmətdən doğsun. Çünki Allah Təbarək və Teala insanı sevib yaradır. Biz deyərik ki, ariflər deyər daha doğrusu. Deyərlər ki, insan Allahın eşqinin məhsulluğudur. Allah Təbarək və Teala bu ayələrdə də rəhməti kəsəbindən əvvəldir. Vəssalamu aleykum və rəhmətullah.